Vətənimizin zəngin təbiəti, heyvanlar və bitkilər aləmi, bulaqları və mağaraları qədim insanların yaşaması üçün olduqca əlverişli idi. Ölkəmizdə qədim insanların izləri qalmış bir çox mağaralar vardır. Mağara müxtəlif təbiət hadisələri zamanı dağların içərisində yaranmış boşluqdur. Bu boşluğun girişi olur. Belə yerlər qədim insanların həm sığınacaq, həm də yaşayış yeri olurdu. Mağaralar insanları yağışdan, küləkdən, soyuqdan, vəhşi heyvanların hücumundan qoruyurdu. İnsanlar ovladıqları vəhşi heyvanları mağaralarda bişirib yeyir, topladıqları bitkilərlə qidalanırdılar. Azərbaycanda insanların yaşadığı ən qədim mağara Azıq mağarasıdır. Bu mağara dünyanın ən qədim insan məskənlərindən biridir. Azıq Qarabağın erməni ordusu tərəfindən işğal edilən Füzuli şəhəri yaxınlığında Xocavənd rayonu ərazisində yerləşir. Alimlər burada qədim insanların necə yaşadıqlarını göstərən maraqlı tapıntılar aşkar etmişlər. Azıq mağarasında mağara ayısının, kərgədanın, atın, maralın, qabanın və digər vəhşi heyvanların sümükləri tapılmışdır. Onlar qədim insanlar tərəfindən ovlanmışdı. Bu heyvan sümükləri və dişləri göstərir ki, qədim dövrdə indikindən qat-qat nəhəng heyvanlar mövcud olmuşdur. Azıq mağarasında yaşayan insanların istifadə etdikləri daş alətlər isə onların əmək fəaliyyəti haqqında danışmağa imkan yaradır. Bu alətlər adi çay daşlarından düzəldilirdi. Qədim insanlar onlardan ovladıqları heyvanı kəsmək, doğramaq üçün istifadə edirdilər. Azıq mağarasında ocaq izləri də aşkar edilmişdir. Qədim insanlar ilk vaxtlar odun köməyi ilə isinir, yemək bişirir və heyvanlardan qorunurdular. Odu əldə etmək çətin olduğundan onlar ocağı sönməyə qoymurdular. Qədim insanlar başa düşürdülər ki, odu qorumaq lazımdır, çünki od onların həyatını bir çox çətinliklərdən qoruyurdu. Zaman keçdikcə insanlar od əldə etməyi də öyrəndilər. Onlar quru ağac parçalarını və çaxmaq daşlarını bir-birinə sürtərək ocaq yandırırdılar. Azıq mağarasında tapılmış ən qiymətli nümunə qədim insanın alt çənə sümüyüdür. Çənə sümüyü 1968-ci ildə Məmmədəli Hüseynovun başçılığı ilə Azərbaycan arxeoloqları tərəfindən aşkar edilmişdir. Alimlərin fikrincə, bu çənə sümüyü 18-22 yaşlı qadına aiddir. Həmin insan yaşadığı mağaranın adına uyğun olaraq Azıq adamı adlandırılmışdır. Azıq adamı sübut edir ki, Azərbaycan ən qədim insanların yaşayış məskəni olmuşdur. Bu tapıntıya görə Azərbaycan Avropanın ən qədim sakinləri xəritəsinə daxil edilmişdir. Həmin alt çənə sümüyü qiymətli eksponat kimi Milli Azərbaycan Tarixi Muzeyinin xüsusi fondunda saxlanılır.